Xanımlar, hər vaxtınız xeyir olsun. Mən bugün sizlərə nə göstərəcəm? Şəxsi kabinetimizdən öz linkimizi necə götürüb paylaşacağıq. Deməli, Google Chrome'da fabelik.com yazırıq. Burada biz kodumuzu, parolumuzu yazdıq. Və bizim burada şəxsi kabinet. Və burada mənim strukturum var. Mənim strukturuma daxil oluruq və düşürük aşağı. Görürsünüz, burada yazır ki, mənim strukturuma müstəqil qeydiyyat olmaq üçün. Və biz bu linki buradan kopyalayırıq, üstünə vururuq. Burada kopirovat adres, ссылка, kopirovka edirik. Statusumuzda, ondan sonra Instagram səhifəsində, TikTok səhifəsində bu linki biz rahat şəkildə paylaşa bilirik. Məsələn, mən Instagramda paylaşdım. Baxın, deməli, belə bir şəkil paylaşmışam öz səhifəmdə və buradan qeyd eləmişəm story bölməsində. Linki burada paylaşmışam. Baxın, məsələn, linki burada paylaşmışam. Necə paylaşmışam? Deməli, şəklin üstünə və tutam ki, hansı bir bir dənə şəkil paylaşam. Bir saniyə. Elə bir bu şəkli təzədən mən sizə göstərim. Baxın, bura gəldik və burada görürsünüz, belə bir işarə var. Ссылка. Ссылkanın üstünə vurursunuz. Məsələn, linki kopirovka edirsiniz. Bir də bax belə. Daima bu linki paylaşın. Daima. Statusda, şəkil paylaşanda, şəklin üstündə kimsə qeydiyyatdan keçəndə avtomatik sizin səhifədən qeydiyyatdan keçəcək.